Sonra biz öğrenəcəyik ki, sən demə bidət əhli tərk olunurmuş. Sən demə bidət əhli rədd olunurmuş. Sən demə bidət əhli tərəfə heç çevrilmirmiş. Sən demə bidət əhli ayə oxusa belə ayəsi yarımçıq qoyulur, qulaq asılmırmış. Allah Teala deyir, Qurana qulaq asın. Amma sən demə bidət əhli Quran oxuyanda yarıda kəsirsən ki, oxuma mənə. Hə, bəli, o insanlar o nəsihətlərə qulaq asarlar Allah'ın izniyle. Hansı ki deyirlər, bidət əhlini tərk eləmək boş şeydir. Lazımdır kimisə tərk eləmək, kiminə də salamı kəsmək. Dində belə şey buyurulmuyub. Kiməsə xavaric demək olmaz, qeybətdir. Subhanallah. Allah Resulü sallallahu aleyhi ve sellem xavariclərin hər şeyindən danışıb. Hər bir əlamətindən danışıb. Sənsə deyirsən ki, xavariclərdən danışmaq qeybətdir. Onda Allah Resulü sallallahu aleyhi ve sellem qeybət edir. Allah Resulü sallallahu aleyhi ve sellem bidət əhlini tərk eləməyi buyurur. Sənsə deyirsən ki, bidət əhlini tərk eləməyi qalsın bir yana, boş şeydir. Hayır. O elm sənin xeyrinə yox, sənin ziyanınadır. Allaha tövbə elə, haqqa qayıt. Bəli. Allah Teala bizləri eşidib